Qərbi Azərbaycan ancaq coğrafi məkan deyil, eyni zamanda ideoloji məkandır. Qərbi Azərbaycanla bağlı tədqiqatımız əsasən Qərbi Azərbaycanın bütün ərazilərini əhatə edir və demək olar ki, əcdadlarımızın orada tarixi dövrlərdən yaşadığı bütün abidələr bizim tədqiqatlarda yer alıb və kateqoriyalar üzrə baxanda 20 kateqoriya 3-cü cilddə əksini tapıb. 144 abidənin yer aldığı kitab Rusiya, İran, Türkiyə, Gürcüstan və digər ölkə arxivlərindən toplanan sənədlər əsasında ərsəyə gətirilib. Əsasən burada daha çox məbədlər, karvansaralar, türbələr, sərdabələr, məscidlər, qəbirüstü kitabələr, sənduqələr ön plana çıxıb. Hətta bazilikalar da daxil etsək 20 kateqoriya üzrə tədqiqat aparılıb.